Salam hər kəsə. Arzuların gerçəyinə xoş gəlmisiniz. Bəyənməyi və abunə olmağı unutmayın. Çünki videolarım və açılımlarım yalnızca bəyənənlərə və abunə olanlara özəl olacaq, onlara aid olacaq. Qalanlarını halal eləmirəm, nə də ki onlara aid olmur. Çünki bu əmək məsələsidir və sadəcə boş-boşuna izləyəcəksinizsə başdan keçin videonu. Zaten burada çıxan pozitiv enerjilər sizə aid olmayacaq. İndi isə getdik, baxaq görək sizi maddiyyatınızda nələr gözləyir ya da hal-hazırki maddi vəziyyətiniz necədir? Bir iş dəyişikliyi gözləyir sizi. Yad ola bilsin ki, bugünkü günü işinizi dəyişdirməyə planlayırsınız. Bu sizin üçün yaxşı olacaqdır. Həqiqətən fərqlilik eləmək sizin üçün çox yaxşı olacaqdır. Bəli, burada siz ola bilsin başqa yerdən, uzaqlardan bir yerə işə çağırırlar, ancaq siz istəmirsiniz. Yaxşı olardı ki, bir yoxlayasınız. Bəli, orada sizi bir maddi mənfəət gözləyir. Sizə əməlli başlı yol görsənir. Videonu xanımlar yoxsa bəylər izləyir bilmirəm. Ancaq burada oturmaqdan sizə bir xeyir gəlməyəcəkdir. İş dəyişikliyi etməyiniz vacibdir. Çıxın və hara lazımdırsa gedin. Orada sizi həqiqətən peşman olmayacaqsınız. Maddi bir mənfəət gözləyir, yaxşı bir iş gözləyir. Bəli. Burada ola bilsin hal-hazırki işinizi itirməkdən qorxursunuz ki, çıxmayım, yoxsa birdən iş tapa bilmərəm. Yəni qorxmayın. Ürəkli olun, cəsur olun və çıxın. Gedin ya da işinizi dəyişin, qərarınızı verin, konkret işinizi dəyişin. Burada yəni tam əminliklə deyirəm. Onda həmin iş sizin üçün çox xeyirli olacaqdır. Hal-hazırki işinizi bitirin. Ola bilsin burada sizlə rəqabət aparan insanlar var. Sizə ola bilsin iş yerində psixolojik təsirdə eləyirlər. Ya da haqqınızı yeyirlər. Görürsünüz, burada adam uduzmuş vəziyyətdə, belə deyim də, yəni pis çıxmasın, sınmış vəziyyətdə ondan mübarizə aparan, savaşan insanlara tərəf baxır. Burada bu işi bitirin. İşte bununla da daha üstünə heç nə açmayayım. Çünki fərqli bir şey demədi. Sadəcə dəyişin işinizi və sizi uğur gözləyir. İşinizdə, maddiyyatınızda sizə başarılar diləyirəm. Kommentariya aldım, qəbul edim yazmağı unutmayın. Hələlik.